Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş görürük sizləri. Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Necəsiniz? Xanımlar, gördüyünüz kimi mətbəxdə təmizlik edirəm. Deməli, bu videonu əslində mən dünən sizlərlə paylaşacaqdım. Sadəcə olaraq çox yorğun idim. Yəni, montajı bitirə bilmədim. Qaldı bu günə. Bu gün ayın 23-üdür. Saat 19:46 dəqiqədir. Səsimi yazıram. İnşallah ki, yüklənər, izləyərsiniz. Yəni, xanımlar, bir videoda çəkilir, montaj olunur, paylaşılır. Əsas bu kanalımda da, evimin sərgəsi kanalımda. Sonra həmin videonu götürürəm o biri kanalımda, My Home kanalında paylaşıram. Sonra həmin bu 25-30 dəqiqəlik videoları 1 dəqiqəyə yəni montaj edirəm. O hamısı zaman aparır, vaxt aparır. Instagramda paylaşım, TikTokda paylaşım, YouTube'da qısa videolar bölməsində, shorts bölməsində paylaşım. Ona görə telefonum dolu olur köhnə videolarla. Onları mən boşaltmalıyam ki, yer olsun, mən yəni bu videonu paylaşa bilim. Bu videonu montaj etmişəm, səsimi yazıram. Amma əgər telefonumda yer yoxdursa, bu proqramda yığılmır, yer istəyir. Ona görə dünə eləyə bilmədim, onlarla məşğul oldum, sonra da yorğun oldum, edə bilmədim. Belə gözəl xanımlar, siz izlərkən mən də söhbət edim. Deməli, Günay yuxarıları sildi, təmizlədim. Yəni, Günayın etdiyi bir şey mən necə deyə bilərəm, özüm etdim. Günay deyirəm, amma sən niyə elə hər şey olduğu kimi deyirsən? Nə fərqi var, sən etdin, mən etdim? Deyirəm, yox. İzləyicilərim bilsin ki, oranı sən təmizləmirsən də, mən etdiyim zaman axı çəkirəm. Mən də başqa işlər görürdüm də, xanımlar. Həm də Günay dedi ki, ay mama, mən də yəni sənin üçün çətindir də, nə vacibdir çıxıb yuxarıları siləsən. Günay qəşəng yuxarıları sildi, xanımlar. Mebelin üzərini də sildi, lap üstünü, sonra üst dolapların qapaqlarını sildi, kafelləri sildi. Həmişə onları mən silirdim, Günay sildi. Mən də ona kimi, xanımlar, bilirsiniz, mən mətbəxim balacadır. Bu qablarımı dəyişdikcə, qazan dəstlərimi dəyişdikcə bunları balkona, dolaba yığırıq. Gec-gec istifadə etdiklərimizi padvala yığırıq. Balkona yığdığım üçün mən oradan gətirdim. Əslində orada da dolaba yığıram, amma yenə də gətirəndə yuyuram. Gördüyünüz kimi hamısını yuyub yığmışdım. Təbii ki, mətbəxdəki dolaplarda götürəndə yuymuram, amma balkondan götürəndə yuyuram. İstərsəməz orada qapı açıq qalır, sanki toz falan olur, yəni belə düşünürəm. Ona görə bir də yuyum. Mən onları yudum, onları sildim, qurutdum, hamısı zaman aparır da. Qırmızı qablarımda olan ədviyyat qablarını, ədviyyatları təzdən onlara boşaltdım, onunla boşaltdım, bunu boşaltdım. Mən bunları edənə qədər, əslində mən Günay dedim, kafelləri silməm, mən siləcəm, amma sildim. Dedi, yox, silim dayım amma. Belə. Mən bunu gecə edirəm, rahat-rahat. Dedim ki, mən özüm rahat edəcəm. Dəzgahın üzərini silirəm, qaz sobasını silirəm. Gördüyünüz kimi, nə görürsünüz, o işləri mən görmüşəm. Ondan əvvəl görülənləri Günay görüb. Sonra məhsullarımı da görürsünüz də, xanımlar. Yax, sözcüğünü sobada istifadə edirəm. Sonra Günay deməli aspiratorda silir, mebelin lap üstünü silir. Qapaqlarını yox, lap üst qatını da, yəni şkafın üstünü. Sonra təmizləyici tozla mən moykanı silirəm. Sonra şüşə təmizləyici var, onunla mebelin o güzgül olan silərini silirəm. Nə bilim, sonra paltar yuyanın qapağını silirəm. Televizoru silirəm. Televizoru. Belə. Sonra universal təmizləyici var, o artıq bitib, göstərirəm burada onu, indi göstərəcəm. Elə axırıncı idi, qarışım hazırladım, inşallah sifariş edəcəm. Belə gözəl xanımlar. İnanın ki, bəzən mən video çəkirəm, deyirəm, hə, belə elədim, amma sonradan bunlardan istifadə etdim. Universal təmizləyicim bitib, inşallah sifariş edəcəm. Yəni, ondan qarışım hazırlayıram. Arxasında istifadə qaydası yazılıb. 300 ml suya, mən elə göz yağı əlavə edirəm, hardasa bir yemək qaşığı qədər. Püskürdürəm, silirəm, tərtəmiz olur hər yer.
Bəzən videolar səs yazanda deyirəm, belə elədim, elə elədim, amma sonradan bilirəm axı də mənə çatır ki, onu günah elədi. İnan o video mən təzədən həmin hissəni silirəm, bir də təzədən çəkirəm. Günah deyir, niyə dedin, getdi, nə var ki, burada mütləq mən etdim. Dedim, yox. Ya onu heç deməməliyəm, bunu etdim, onu etdim. Deyirəmsə də onu sən etdiyi qeyd etməliyəm. Çünki mən özümü aldatmıram ki, insanları aldatmaq olar, amma insan öz-özünü niyə aldatmalıyam ki? Həm də ki, onda günah məni hörmət qoyar. Ona görə insan yalan danışmaz. Böyük yalanlar ümumiyyətlə olmaz. Var kanallar, səhifələr, xanımlar necə yalanlar danışırlar. Mən cavanları keçirəm. Bəzən xanımlar rəy bölməsində yazırlar ki, cavandılar, cavanlıqda hər kəs səhv edir falan. Mən cavanları, əvvəla hər kəs eyni səhvləri etmir. İnsan səhv edə bilər, başa düşməz səhv edər, ikinci dəfə səhvini düzəldər və yaxud da başa düşmərik, böyüklər bizi izah edər, biz onu başa düşərik. Amma indi gənclərin çox elədir, başa salırsan, deyir qarışma. Bu bir. İkinci də ki, mən hələ gəncləri keçirəm, xanımlar. Gəncləri mən heç çox, mənə təsir etmir. Mənə yaşlı, orta nəsil mənə təsir edir. Hansı ki, məsəl üçün, mən yaşlı, məndən böyük. Bəs bunlar hələ ağıllanmayıbsa, bunlar açıq ağıllanacaq. İndi gənclərin önündə illəri var, bəlkə düzələcəklər. Məsələn, inşallah ki, düzələrlər. Xanımlar var ki, kanal açıblar, xanımlar, qaynana gəlin. Hər dəfə onu qeyd edirəm. Qaynana 70 yaşa doğru gedir. Bütün videolar, belə mənim üçün əziyyət çəkib video çəkmirik. Xanımlar baxsın, motivasiya olsun, həvəsə gəlsin. Məsəl üçün, görsün ki, bu yaşlı insan təmizlik edirsə, cavandır, həvəslansın, təmizlik etsin. Və yaxud da görsün ki, elə bütün evlərdə qaynanalar zülmkar deyil. Məsəl üçün, mən də gəlimlə bərabər bir iş o görürsə, bir işi mən görürəm. Məsələ, əlavə mən işləyirəm, qazanc əldə edirəm. Nə qədər mənim zamanım telefonda gedir, kompüterə gedir. Dünən mən niyə montajımı bitirə bilmədim, xanımlar? Mənim gözlərim görmürdü. Mənim gözüm videomu görmür, seçmir. Ona görə. Yəni, əslində burada da bir mesaj var başa düşənlərə. Amma ki, hər video boş, heç bir iş göstərmədən gəlini keçirəm, gəlin ssenarini yazır, verir qaynananın əlinə. Bəs qaynana elə bir ki, çox üzr istəyirəm, gəlinin əlində əl meymununa çevrilib. Gəlin nə yazır, onu oxuyur. Deyir ki, ancaq cavanların hal-hazırda məhvə uğramış, məhvə gedir deməyəcəm, məhvə uğramış, təbii ki, hər kəsə aid deyil, amma çox vacə aiddir. Məhvə uğramış gəncləri biraz da cürətləndirir, xanımlar. Biraz da qaynanalara qarşı qaldır. Elə demir, ha, belə sətraltı onu deyir, indi anlamayan cahillər anlamır, mən anlayıram. Hər videosu cavanları cürətləndirir, hər videosu. Hardan hara getdim, xanımlar? Onu demək istəyirəm. Onlar rol oynayır insanların gözü qarşısında. Çünki onların göstərdiyi odur. Onlar ancaq qaynana gəlin kontenti göstərirlərsə, mütləq ancaq özlərini ideal kimi göstərməlidir ki, insanlar onları izləsin. Amma elə deyil, amma ona görə mən çaşıram, birdən deyirəm, filan şey elədim, başım qarışır. Ta ki, səs yazında. Mən sonra onu istəyirəm, bir də təzdən yazıram ki, gəlinim bunu elədi, Günay bunu elədi. Bəs Günay mənə nə hörmət edər onda? Ayrıca insan bəs öz vicdanı, mən bu yaşda o boyda böyük yalanları mən niyə danışım? Xanımlar, cəmiyyətə hər kəs, hər zaman deyirəm, bildiyi kimi məhv aparır. Biri əxlaqsızlığı təbliğ etməklə, biri nə bilim, cahilliyi təbliğ etməklə. Belə bu cür dediyim qaynana gələnlər də birbaşa əxlaqsızlığı təbliğ edirlər. Birbaşa əxlaqsız deməyim də, əxlaqsızlıq elə tərbiyəsizliyi təbliğ edirlər. Gəlinlərin gözündə qaynanaları heç edirlər. Belə kəlmə olaraq qaynanaları pisləmirlər, ha. Hər videoda ancaq gəlinləri dəstəkləyirlər. Biz susmuşuq, siz niyə susasınız? 70 yaşa doğru gedən qadın, üzr istəyirəm, bir qadın gənclərə bunu deməz. Mən demirəm, gənclər əzilsin. Zaten tam olaraq bizlər bir-birimizi tanımasaq da, nə qədər olmaya, yəni illərdir paylaşım edirəm, az da olsa tanımaq olur da. Mən zaten həyatımı, balalarım deməyim, gəlinimə, nəvəm üçün yaşayıram. Mən hər zaman gəlinimi müdafiə edirəm, hər zaman gəlinimə deyirəm, yercəndə sakit olma, söz özün ifadə eləməyə bacar. Yəni, bunu hər qaynana əslində etməz. Bu öz yerində. Məsələn, mən zaten gəlinimi hər zaman müdafiə edirəm, falan filan, mən gəlinim istəmirəm ki, gəlinim və gəlinim kimi gəlinlər əzilsinlər.
Amma gəncləri bu qədər də belə deyək də cürətləndirmək olmaz. Hər dəfə biz susmuşuq, siz niyə susursunuz? Biz susmuşuq. 70 yaşında bir qadının gənclərə deyə bilərmi indi hansı ki 5 qarış havadadır gənclərin çoxunun ağlı? Biz demirik ki, əslində biz yaşlı insanlar gənclərə fədakarlığı öyrətməliyik, ailə dəyərlərini öyrətməliyik. Keçən dəfə shorts videoda indi izləyənlər görüblər, orada mən yəni bəyəndiyim səsləri, yəni danışıqları yükləyirəm. Orada deyir ki, ailə qaliblərin yeri deyil. Biz müharibəyə getmirik, döyüşə getmirik ki, biz qalib olaq. Ailə qaliblərin yeri deyil. Ailə məğlub olanların birləşdiyi bir yerdir. Məğlub o mənada, yəni fədakarlığın, itaətin, yəni nələrdənsə keçməyin, zülm başqa şeydir, xanımlar. Zülm, işgəncə, kimsə zülmə, işgəncəyə məruz qalsa o başqa mövzudur. Zaten Quran, səhv etmirəmsə, Bəqərə surəsi 264-cü ayədə Allah Teala buyurur ki, zülmə tabe olmayın. Nə zülm edin, nə zülmə tabe olmayın. Zülmə tabe olan özü zülmkardır. Çünki zülmə tabe olan şərait yaradır ki, ona zülm etsinlər. Necə ki, Peyğəmbər sallallahu buyurur ki, ürəyim doludur, xanımlar, danışmaq istəyirəm. Peyğəmbər sallallahu buyurur ki, hər zaman bunu deyirəm, cəmiyyətdə günahlarını yatır, günah edənlərə görə yox. Günaha şərait yaradanlara görə. İndi kimsə bir üzdən İraq 80 min izlənir ha, bir dənə canlısı. O üzdən İraq günahı yaymır. O 80 min insandır günahkar. Ona şərait yaratdığı üçün o günah edir, təbliğ edir. Kim nədir özü bilər arxada, Allahın öz arasında. Kimsə nəyisə təbliğ etməməlidir. Cəmiyyət onu görməməlidir. Bəzən deyirlər, hərənin öz işidir. Hərənin öz işi də evin içərisində. Əgər biz cəmiyyət içərisində cəmiyyətə pis təsir edəcək bir şeylər göstəririksə, bu artıq bizim şəxsi işimiz deyil. Birbaşa cəmiyyətlə bilavasitə cəmiyyətdə bağlıdır. Cəmiyyətdəki insanlar da iradə bizə bildirə bilər. İndi bəziləri hicabı açır, hicabsızlığı təbliğ edir. Küçə həyatı, ev eşək yığışmır küçələrdə. Onu izləyənlər, mən hər zaman ona görə deyirəm ki, 99% kimisi inciməsin, məhv uğrayıb. 99%-in içərisində qadın da var, kişi də var. Mən kişilərdə mənim nə işim var? Mən qadın olduğum üçün qadınlardan danışıram ki, qadınlar biz öz abrımızı, həyamızı, namusumuzu qorumalıyıq. Mən qadın düşməni deyiləm ki, özüm də qadınam. Biri hicabsızlığı təbliğ edir, küçə həyatı yaşayır, küçə həyatını göstərir və onu izləyənlərə, rəy yazanlara baxırsan ki, hamısı onun kimi yaşamaq istəyirlər. O, onları cürətləndirir. Onlar da həvəslənirlər ki, mən də bir gün sənin kimi edəcəm. Mən də bir gün sənin kimi hicabımı açacam. Mən də bir gün dustaqlıqdan qurtulacam. Demək, belə görüntü olaraq həmin insanlar ki, ailədirlər. Amma qurtulmaq istəyirlər, küçə həyatı yaşamaq istəyirlər. Ona görə də biz hər birimiz nə göstəririksə, deyə bilmərik kimin nəyinə lazımdır. O çox səhv bir fikirdir. Biz evimizin içində olanı qarışana deyə bilərik o sözü. Biz cəmiyyət içərisində nəyisə göstəririksə, sosial şəbəkə üzərindən olsun, fərq etmir. İnsanlara nəyisə göstəririksə, insanların qarışmağa haqqı var. Haqlı olan yerlərində qarışmağa haqları var. İctimai qınaq mütləq, ictimai qınaq olmadığı üçün hal-hazırda cəmiyyət bu gündədir. Bəzən deyirlər, kimsəni qınama, onu tez əzbərləyiblər. Qorxurlar ondan, aman da qınayarıq başımıza gələr. İlk öncə biz günahlarımızdan qorxaq, ilk öncə biz Allahdan qorxaq. Sevmiriksə, heç olmasa qorxaq. Təbii ki, birinci sevməliyik. Ən azından sevmirik, heç olmasa qorxaq. Biz günahlarımızdan qorxmuruq, Allahdan qorxmuruq, axirət həyatımızın bizi nə gözləyəcəyindən qorxmuruq. Biz aman da bunu qınamayaq, başımıza gəlməsin. O mənada deyilmir. Kimsə pis günə qalır, ona sevinirsən, ona yuxarıdan aşağı baxırsan. Buna deyirlər ki, etmə. Onu özün yaşayarsan. Yoxsa kimsə durub bugün məsələn əxlaqsızlığı təbliğ edir, tərbiyəsizliyi təbliğ edir. Mən ona irad bildirməyim ki, amandır, mən də birdən onu yaşayaram. Amandır, birdən mənim də uşağımın başına gələr. Mənim uşağımın başına gələr, qoy mənim də uşağımı tənqid etsinlər. Mənim başıma gələr, qoy məni də tənqid etsinlər. Mən deməli özümü çox istəyirəm, cəmiyyətdə insanlar mənim vecimə deyil. Amandır, bunu qınayaram, bir də mənim də başıma gələr. Yenə də deyirəm, qınamaq başqa mənada.
O niyyətə bağlıdır. Mənim məqsədim nədir? Mənim məqsədim onu ələ salmaqdırsa, mənim məqsədim onu o pis gündə sevinməkdirsə, bəli, onu ölmədən mən də onu yaşayaram. Amma mənim məqsədim cəmiyyətin pozulmamasıdır. Mənim məqsədim həmin insana deyirəm ki, çox üzr istəyirəm, get nə qələt edirsən, get evində et. Gəlib sosial şəbəkə üzərindən insanlara bunu təbliğ etmə. Digər bədbəxt səhər yer pul qazanmağa axşama qədər qadın oturub səni izləyir, cürətləndir ki, nə baxsa sən kimi ailəsini dağıtsın, küçə həyatı yaşasın. Təbii ki, mənim bunu qarışmağa haqqım var. Burada mənim niyyətim onu alçatmaq deyil, mənim niyyətim insanları, digər insanları qorumaqdır. Pisliyi təbliğ etməməkdir, onun qarşısını almaqdır. Nəsə belə ürəyim doludur. Söhbətli videolarım izlənmədiyi üçün söhbətli video çəkmək istəyirəm. Canlı açmaq istəyirəm, canlı daha mənə rahatdır. Bu cür söhbətlər etmək istəyirəm. Çox heyflər olsun ki, bu cür şeylər izlənmir insanlar tərəfindən. Məcbur belə gördüyümüz işlərdən paylaşırıq. Belə gözəl xanımlar, Allah Taala sonunuzu xeyirli etsin. Allah Taala qarşımıza yaxşı insanlar çıxarsın. Hər kəsin özü kimi insanlar çıxarsın. Nə bilim, nə yaşayırıqsa yaşayıq, səviyyəmizi düşürməyək. O mümkün deyil. Bəzən deyirlər, hər kəs öz ürəyindən pay biçir. Xanımlar, səhərə yaxın idi. Dünən də 22-si səhərə yaxın idi. Özüm üçün də kaşa bişirdim. Biraz mədəmdə mən heç vallahi getmirəm, yoxlanmıram da. Elə illərdir məndə ağrıyır. Heç bilmirəm mədəmdir, ödümdür. Elə dedim yeyim. Üzərinizə sağlıq, üstünüzə sağlıq xanımlar. Kotletləri Günay qızartdı. Mən də makaron süzdüm. Sonra püre etdim, kartoşka püresi etdim. Göz haqqınızı halal edin. Allahın verdiyindən pişiririk. Belə gözəl xanımlar. Nə bilim. Hər kəs deyir, öz ürəyindən pay biçir, düzdür. Mən öz yaşadıqlarımdan yola çıxıram. Öz yaşadığım çətinliklərdən yola çıxıram. Elə otururam, söhbət edirəm. Məsəl üçün, elə öz övladlarıma, yəni ibrətli olsun deyə, öz gəlinimə, mənim uşaqlarım, yəni o pis mənada yox, onlar ibrət alsınlar deyə. Mən onlara deyirəm ki, məsəl üçün, bunları yaşayan insan adətən biri gəl çox zülmkar qaynana olur. Xanımlar, bu əsasən bunu şorbalarda istifadə edirik. Balaca balam çox istədiyi üçün bunu süzürəm və bişirirəm. Adətən zülmkar qaynanalar olur, onlara haqq qazandırırlar ki, gör nə yaşayıb ki, belə olub da. Nə bilim, pis baldız olur, gör nə yaşayıb ki, belə olub da. Biri hicabını açır, özünü küçüyə qoyur. Hamı deyir ki, gör buna nə yaşadıblar ki, bu belə olub da. Əsla və əsla doğru deyil. Biz nə yaşayırıqsa yaşayaq, biz səviyyəmizi düşürməməliyik. Abırımızı, həyamızı ayaqlar altına atmamalıyıq. Bəyəm elə bir şey Quranda və yaxud da Peyğəmbər hədislərində varmı ki, bizə bəraət verir? Biz bir nəsə yaşayanda, pis şey yaşayanda biz günah edək. Elə bir şey varmı Quranda ya Peyğəmbər imam hədislərində? Xeyr. Və bunu mən öz yaşadıqlarımdan yola çıxıram ki, mənim yaşadıqlarımı, onu hər zaman demişəm ki, mənim rəhmətli anam deyirdi ki, can bala, sən İmam Hüseyin müsibəti yaşamısan. Mən heç onda bilmirdim İmam Hüseyin kimdir. Sən İmam Hüseyin müsibəti yaşamısan. O söz həmişə qulağımda qalır. İmam Hüseyin nə deməkdir? Da o vaxt belə din çox belə inkişaf eləməmişdi. Din barədə çox da yəni bilgiləri yox idilər. Analarımız, atalarımız da savadsız idilər. İndi onlar da öz eşitdiklərini həmişə o söz qulağımda qalır. İmam Hüseyin müsibəti nə deməkdir? Hər zaman deyirdi ki, can bala, sən İmam Hüseyin müsibəti yaşamısan. Gərək mən indi bu dəqiqə ən zalim qaynana olardım. Belə çıxır ki, mən nələr yaşamışam. İndi hər şey biz durub demirik ki, ailə dəyərləri var, mental dəyərlərlə yaşayan insanlarıq biz. Ondan sonra hər şeydir, burada da deyiləcək sözlər var, deyilməyəcək sözlər var. Məsəl üçün, mən nələr yaşamışam, onda gərək Allah uzaq etsin. Mən həm zalim qaynana olardım, həm mən Allah uzaq etsin, gərək elə hicabımı onda belə çıxış açardım. Elə şeyim olar. Elə şeyim olar. Yəni ona görə deyir, imtihan olunmadan kimsə məsum deyil. Mən yaşadığım, keçdiyim imtihanlara görə kimsə qınayıram da, yəni ələ salmaq kimi yox. Cəmiyyətə o həmin insan zərər verməməsi üçün danışıram. Çünki mən bunu yaşamışam, bunu etməmişəm. Sən də etməyə bilərdin. Mən bu zülmü yaşamışam, amma gəlimə çox gözəl qaynanayam. Nəvəmə çox gözəl nənəyəm. Qonşuma çox yaxşı insanam. İndi bu özümü tərif kimi çıxmasını xanımlar, təvazökarlıqdan uzaq olsa da fikrimi izah edirəm ki, yəni insan 7-sində nədir, 70-də də odur. İnsan dəyişmir. Dəyişirsə o elə əvvəldən eləymiş. Onu demək istəyirəm.
Təbii ki, istər-istəməz biraz mən də dəyişmişəm nə mənada, insanlarla məsafə qoymuşam arama. Məsafəni götürsəm elə həmin adamam, xanımlar. Həmin adamam. Yəni bunu mən yaşayaraq görürəm ki, insan dəyişmir, nə sən olsan. Xanımlar, hər birinizi öpürəm. Allah amanda qalın. Allah'a əmanət olun. İnşallah növbəti videoda görüşərik. Bu arada mənim bu gün ad günümdür, xanımlar. Ad günüm təmiz yadımdan çıxmışdı. Mən sevmirəm ad gününü qeyd etməyi. Balalarım yadıma saldı. Belə, öpürəm. Hələlik. Özünüzdən müğayət olun.